Sen silmeli aktivadratı. Tamam mı? Tamam tamam. Əla. 9 olmur. Hə, düz deyirsən, 9 olur. Yəni 36-dan 27-nin çıxanda 9 olur cavab. 11 yazdım, səhv. 9 olur. Onu soruşmusunuz uşaqlar. 10 nömrəli sualda da nə etmək lazımdır? Və bu mərkəzi nöqtədən elə bil ki, bir-birinə xaricdən toxunan iki çevrə verib bizə. Və o çevrələrin hər birinə də paralel toxunanlar çəkilibdir. Və bu toxunma nöqtələrindən mərkəzdən keçən bir düz xətt çəkirəm. Toxunma nöqtələrini birləşdirirəm. Hər ikisinin. İki çevrənin xaricdən bir-birinə toxunan iki çevrənin mərkəzləri arasındakı məsafə radiusun 2 mislidir də. Yəni buradan burada radiusdur, buradan burada radiusdur. Ona görə bu tərəf olur 4, burada 4. Həmçinin baxın bu hissədə 2 diametridir də, çevrənin diametridir. Yəni bu hər bir tərəfi 4 olan 4 bucaqlı alınır, yəni kvadrat. Biz indi həmən o kvadratın sahəsindən, baxın 2 dənə bu yarımçıq çevrələri çıxsaq, ancaq rəngli hissəni almış olarıq. Bu yarımçıq çevrələr də birləşəndə radiusu 2-yə bərabər olan tam bir çevrə əmələ gətirər. Çünki hər biri radiusu 2-yə bərabər olan çevrənin yarısıdır, 2də 1 hissəsidir. İkisi birləşəndə tam bir çevrə əmələ gətirər. İndi tərəfi 4 olan kvadratın sahəsi 16-dır. Radiusu 2 olan çevrənin sahəsi də pi kvadratı ilə 4 pi edir. Çünki pi-nin qiymətini burada bizə verməyibdir deyə, eləcə pi vur 2-nin kvadratı 4 pi edir. 16 çıx 4 pi-də olur bizim cavabımız. Emin, biz dedik ki, tərəfi 6 olan kvadratın sahəsi neçə edir? Əlbəttə səhv yanaşmışıq biz buna. Biz niyə 36 tapırıq ki? Biz ümumi kvadratın sahəsini tapmalı deyildik. Biz çevrənin sahəsini tapmalıydıq. Çevrənin sahəsi 27-dir. Ortadakı kvadratın sahəsini tapmalıyıq da ağ kvadratın. Ağ kvadratın tərəfi neçədir? Ortadakı ağ kvadratın tərəfi 4-dür deyə onun sahəsi ağ kvadratı ilə 16 eləyəcək. Biz indi 27-dən 16 çıxıb 11 almalıyıq. Yəni alımda olan başqa bir şeydir, yazdığım başqadır. Yəni biz dedik ki, çevrənin sahəsindən ortadakı kvadratın sahəsini çıxmalıyıq ki, rəngli hissə qalsın. O da ortadakı kvadratın sahəsi 16-dır. 27 çıx 16, 11. 10-cu sualı başa düşdüksə uşaqlar, keçirik 11-ə. 11 nömrəli sualda nə soruşulur bizdən? Baxın uşaqlar, biz buradakı rəngli hissəni tapmağımız üçün bu fiquru bir dənə tam düzbucaqlıya tamamlayaq. Bunu tam bir dənə düzbucaqlı üçbucağa tamamlayıram. Ümumi düzbucaqlı üçbucağın sahəsini tapıram. Düzbucaqlı üçbucağın sahəsi katetlərin hasili bölü 2-dir. Baxın, yuxarı katet 3-dür, sağ tərəfdə 4-dür. Ümumi sahə 3 vurulsun 4 bölü 2 ilə bizə verir 6-nı. 6 ümumi düzbucaqlı üçbucağın sahəsidir. Biz oradan çıxmalıyıq, bu rənglədiyim balaca düzbucağı almalıyıq, ancaq rəngli hissənin sahəsini. Bu balaca düzbucaqlı üçbucaq kimi yanaşsaq buna, onun tərəfinə fikir versəz, yuxarı katet 1-dir, sağ tərəfi, sağ kateti isə 2-dir. Onun da sahəsi 1 vur 2 bölü 2. O da bizə 1 verəcək. İndi bura 1-dir, 6-dan 1-i çıxanda rəngli hissə 5 qalacaq.
17-18'e qədər kimin sual var uşaqlar? Qeyd eləsin. 17-18'e qədər, 15, 15'e qədər. 15'e qədər heç kimin sualı yoxdur kimi görünür. Eləcə 10 nömrəli sualda nə etmişdim? Burada da baxın, çevrələrin mərkəzlərini birləşdirəcəm. Hər biri bir-birinə xaricdən toxunan çevrələrdir. Belə bir kvadrat yaranır. Çevrənin radiusu 1 olduğuna görə kvadratın tərəfləri olacaq 2. Çünki hər iki çevrə mərkəzləri arasındakı məsafə 2 radiusa bərabərdir. Radiusun 2 mislidir deyə o mərkəzlər arasındakı məsafə kvadratın tərəfini yaradır. Sahəsi 2 olan kvadratın, tərəfi 2 olan kvadratın sahəsi 4 olacaq. İndi biz buradan çıxmalıyıq uşaqlar. 4 dənə 4'də 1 hissəni. Yəni bu ağ hissələrin hər biri bütöv çevrənin 4'də 1 hissəsidir. Biz o 4'də 1 hissələrin 4'ünü birləşdirəndə radiusu 1 olan tam çevrə əmələ gətirəcək. O da pi vurulsun 1'in kvadratı eləyəcək pi'nin özü. Pi'nin qiymətini verməyibdir bizə. İndi 4 kvadratın sahəsidir. Pi də həmən o 4 dənə ağ hissələrin sahəsidir. Ümumi kvadratın sahəsindən o 4 ağ hissənin sahəsini, yəni pi'ni çıxanda 4 çıx pi olur bizim cavabımız. On 17 nömrəli sual. Deməli uşaqlar 17 nömrəli sualda da bizə verilən rəngli hissənin sahəsini tapmalıyıq. Baxın, siz eləyə bilərdiniz ki, ümumi düzbucaqlının sahəsindən, bax ümumi bu şəklin sahəsindən çıxasız ağ hissələrin sahəsini, baxın bu düzbucaqlı, üçbucaq kimi bunu hesablayıb çıxa bilərdiniz, bunu. Bu da bir kvadratdır. Bu 4 ağ hissənin ümumi şəklin sahəsindən çıxanda ancaq rəngli hissələr qalacaqdır. Və yaxud sizə verilən rəngli hissələri düzbucaqlara ayırıb, yəni düzbucaqlı, üçbucaqlara ayırıb hesablaya bilərdiniz. Və bu üstdəki bir düzbucaqlı, üçbucaq, bunu da buradan 2 yerə böləndə sol tərəfdə bir düzbucaqlı, üçbucaq, sağ tərəfdə. Məsələn, mən burada hətta eləyə bilərdim ki, aşağıdakı üçbucağı adi bir üçbucaq kimi hündürlüyü vur, çəkildiyi tərəfin yarısı şəklində sahəsini hesablayım. Düzbucaqlı üçbucağın sahəsi katetlərin hasili bölü 2'dir. Adi bir üçbucağın sahəsi də hündürlük vurulsun, çəkildiyi tərəf bölü 2'dir. İndi eləyə bilərdiniz ki, məsələn, bu aşağıdakı üçbucağa bir deməli hündürlüyün çəkildiyi tərəfi sayasız. 1, 2, 3, 4, 5, 6, 7, 8'dir. S bərabərdir. 8 vurulsun. Hündürlüyün özü 1, 2, 3 damadan ibarətdir. Bölü 2. Üstdəki düzbucaqlı üçbucağın da aşağı kateti 5'dir, sağ kateti 3'dür. 5 vurulsun. 3 bölü 2. Nəticədə bu 2 dənə düzbucaqlı bu 2 üçbucağın sahələri cəmi 24 bölü 2 ilə 15 bölü 2'nin cəmi 39 bölü 2 eləyəcək. Ya da ki 3 dənə düzbucaqlı üçbucaq kimi hesablaya bilərdiniz. Məsələn, yuxarıdakı düzbucaqlı üçbucağın sahəsi 5 vur 3 bölü 2'dir. Aşağı sol tərəfdəki
Düzbucaqlı üçbucağın deməli yuxarı kateti 3, sağ kateti də 3'dür deyə 3 vur 3 bölü 2. Daha sonra aşağı sağdakı düzbucaqlı üçbucağın sahəsi də sol katet 3'dür. Yuxarı katet də 5'dir deyə 3 vur 5 bölü 2. Bu 3 dənə hissənin cəmi bütün şəklin sahəsi deməkdir. O da 39 bölü 2 eləyəcək. 18'i soruşmusunuzsa, burada neçə dənə dama var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12'ye bərabərdir bunun sahəsi. Çünki hər bir balaca damanın tərəfi 1'dirsə, sahəsi də 1'dir. Yəni hər bir damanın sahəsi 1'ə bərabərdir. 12 dənə dama var burada. Hər birinin sahəsi 1 olduğuna görə ümumi saha 12 olur. 24'e kadar kimin sualı var gençler? 24'e kadar hiç kimin sualı yoktur. Değilsizse yoktur. Bakın uşaqlar. Hər bir üçbucağın tərəflərinin orta nöqtələrinin birləşməsindən alınan üçbucaq əvvəlkindən 4 dəfə kiçikdir. Yəni biz ABC'nin sahəsini 4'ə bölüb almışıq DFY'ni. İndi DFY'ni də 4'ə bölüb DFY'ni də 4'ə bölüb KLM almışıq. Bu halda o deməkdir ki, biz ABC'nin sahəsini KLM-ə böləndə cavab 16 olacaq. Yenə də deyirəm, hər bir üçbucağın tərəflərinin orta nöqtələrini birləşdirərək yeni bir üçbucaq alırıq. Həmən o üçbucaq əvvəlkinin 4'də 1 qədər olur. Əvvəlkindən 4 dəfə kiçikdir. Ona görə də deyirəm ki, indi mən ABC'ni 4'ə bölüb DFY almışam. DFY'ni də 4'ə bölüb KLM almışamsa, deməli ABC'nin sahəsini KLM-ə böləndə 16 alınır. Çünki KLM-in sahəsi ABC'nin 16'da 1 hissəsidir. Yəni 2 dəfə 4'ə bölərək KLM alınıbdır. Bu bir qaydadır uşaqlar. Yəni bunun isbatına ehtiyac yoxdur. Sadəcə yadda saxlayın. Orta xətlərin birləşməsindən alınan üçbucağın sahəsi əvvəlkinin 4'də 1 qədərdir. Bəli. 20 nömrəli suala aid nə soruşursunuz uşaqlar? 20'də niyə 4'də 1'ə vurulur? 20'də nə soruşulur? 20'də 4'də 1'ə niyə vurursan? Çünki sənin üçün bütün çevrə 360 dərəcədir. Hər bir çevrənin bu rəngli hissəsi 4'də 1'nə bərabərdir. Çünki bu 90 dərəcəli bucaqdır bura. Sənin üçün burada rənglənmiş hissə bütöv çevrənin 4'də 1 hissəsidir. Sənə bütün çevrənin radiusunu 2 veribdir. Pi kvadratı ilə bu çevrənin ümumi sahəsi 4 pi eləyir. Rəngli hissədə bunun 4'də 1'idir deyə 4 pini 4'də 1'ə vurub onun bu rəngli hissəsini tapırsan. O da pi eləyir. Burada pidir. 2 dənə rəngli hissənin cəmi də 2 pidir. Sonra 22 demişsiniz. 22'də uşaqlar baxın. Bu kvadratın tərəfi 8'dir.
Siz bu rəngli hissələri simmetrik hamısını bir tərəfə köçürsəz, məsələn, bu aşağıdakı rəngli hissə simmetrik və buranı dolduracaq, bu buranı, bu buranı, sonra bu da buranı. Nəticədə bu kvadratın bir tərəfi tam rəngli olacaq, yarı hissəsi rəngli, yarısı rəngsiz. İndi nəzərə alaq ki, tərəfi 8 olan kvadratın sahəsi 64-dürsə, bunun da yarısı rənglidirsə, 2-yə böl 32. %23-də də elə. Yəni, bu rəngli hissələri simmetrik olaraq əks tərəfə ağ hissələrə aşırdın. Hər bir kvadratın düzbucağının diaqonalı həmən düzbucağını 2 bərabər hissəyə bölür. İndi bu kvadratın yarısı rəngli, yarısı rəngsiz olacaq. Rəngli hissənin sahəsi bütün kvadratın yarısı olacaq. 26, 27, 28. Baxın uşaqlar, bu 26 nömrəli suala fikir verin. Sizdən rəngli hissənin sahəsini soruşur. Hər bir damanın tərəfi, baxın, burada verib 1 santimetrdirsə, deməli, hər bir damanın tərəfi 1-dirsə, sahəsi də 1 olar. Burada uşaqlar, siz yarımçıq damaları sayıb 2-yə bölün, üstünə də tamların sayını gəlin. Niyə? Çünki hər dəfə 2 dənə yarımçıq rəngli hissələr bir dənə tam rəngli dama əmələ gətirəcək. Məsələn, bu balaca rəngli damanı bu ağ hissəyə atsaz, bura tam rəngli bir dama olacaq. Hər dəfə, məsələn, bu ikisi bir dənə tam, bu ikisi bir tam əmələ gətirəcək, bu ikisi də. Bu ikisi birləşəndə bir dənə tam dama əmələ gətirəcək, rəngli dama, bu ikisi, sonra bunlar, bunlar və s. Yəni, hər dəfə 2 dənə yarımçıq rəngli dama bir dənə tam damanı əmələ gətirir, tam rəngli dama əmələ gətirər deyə, siz eləcə hansı-hansını tamamlayıb fikirləşmədən yarımçıq damaları sayın, məsələn, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. 20 bölü 2. Üstünə gəl tam rəngli damaların sayını. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34 dənə də tam rəngli dama. Bu da bizə verəcək 44'ü. Fiqurlara da tamamlayıb tapmaq olar. Niyə olmur? Üçbucaqlara, düzbucaqlara ayır tap, əgər bacarırsansa. Sadəcə bu kimi sualların ən rahat yolu budur. Hə. Yəni, məsələn, sən istəsəydin belə eləyə bilərdin ki, məsələn, bu bir dənə düzbucaqlı üçbucaqdır. Katetlərin hasili bölü 2. Ya da buna bir dənə düzbucaq kimi baxa bilərdin. 6 damadan ibarətdirsə, diaqonalı yarıya bölübsə, 6-nın yarısı 3. Yəni, hər bir şəkildə baxa bilərsən. Sonra 27 nömrəli sual soruşmusunuz. Bu orta hissəsində üçbucaqlara bölək. Sizdən soruşur, ümumi şəklin sahəsi rəngli hissənin sahəsindən neçə dəfə çoxdur? Nisbəti soruşur. Yəni, bu şəklin özü 25 dənə balaca üçbucaqdan ibarətdir. Eyni üçbucaqdan. 1, 2, 3, 4,
5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25. 25 dənə eyni formalı üçbucaq ümumi şəklin özüdür. Rəngli isə 5 dənədir. 25-in 5-ə nisbəti də 5-ə bərabərdir. Yəni, ümumi şəklin sahəsi rəngli hissənin sahəsindən 5 dəfə çoxdur. Nisbəti 5-ə bərabərdir. 28 soruşmusunuz. Baxın, uşaqlar. Mən buradan bu hissəni sildim, həmən xətti sildim. Paralel olaraq sol tərəfə köçürtdüm ki, sol tərəf tam olsun. Və buranı da silib, üstə keçirtdim ki, üst tərəfdə tam olsun. Niyə? Çünki alt hissəni 9A veribsə, üstdə 9A olsun. Baxın, buradan bura A-dırsa, onda buradan burada A-ya bərabər olacaq. Məsələn, buradan buranı 3A veribsə bizə, deməli, burada 3A-dır. Nəticədə A ilə də 3A-nın cəmi eləyir 4A. Yəni, bu tərəf ümumilikdə 4A-ya bərabərdir. Sol tərəfdə 4A olacaq. Çünki tamamlamışam. Bu xətti buradan silib köçürtdüm sola. İndi deməli, uşaqlar aşağı 9-dur, üstdə 9-dur. 8A, yəni sol və sağ tərəflərin cəmi 8A. Üst və alt tərəflərin cəmi 18. Bir də üstünə gəlin siz. Üstünə nə gəlməliydiniz? Bu, içəri girən xətləri. Burada 3A, burada 3A. 6. Bura 3A, burada 3A, 6A. Nəticədə siz 26, 12, 38 A-ya bərabər almış olursunuz ümumi şəklin sahəsini. Müəllim, oran çıxmalı deyildi, çünki tamamlanmayıb da. Səndən sahə soruşmur, perimetr soruşur. Başa düşdük. Yəni, sahə soruşsaydı, deyərdin ki, hə, bu hissə ümumi şəklə daxil deyil. Amma səndən perimetr soruşur deyə, artıq bu perimetr o deməkdir ki, sənin o xətlər üzrə gəzdiyin məsafədir. Məsələn, sən bu nöqtədən başlayıb bu xət boyunca qət etdiyin məsafə sənin perimetrindir. Məsələn, bu getdiyim məsafələrin uzunluqları cəmi mənə lazımdır. Axı, bu, görürsən, bu xətlər boyunca mən hərəkət eləmişəm. Məsələn, gəldim, buradan düşdüm aşağı, sağa getdim, qalxdım yuxarı. Ona görə o ümumi getdiyim məsafəni soruşur səndən. Otuz dokuz dediniz, nə dediniz? Görək sualınız. 31, 32 var. 31, 32, 36. Elə 31, 32-lərin hamısı bu şəkildə uşaqlar. Iyirmi doqquz da elə. Məsələn, bu 30 nömrəli sualın özü də elə. Baxın, 30 nömrəli sualda mən bu aşağı düşən şaquli xətləri ucuca birləşdirsəm, belə. Bunu paralel köçürtdüm sağa, bunu da paralel köçürtsəm sağ tərəfə, bunu da paralel köçürtsəm sağ tərəfə, bunu da paralel köçürtsəm onun davamı olaraq. Buradan burada y-dirsə burada elə. Neçə y-ə bərabərdir? 1, 2, 3, 4, 5, 6 y sağ tərəf olur. Sol tərəfdə 6 y-dir. İndi bu üfüqi xətləri də paralel aşağı köçürsək, 8 dənə y-ə bərabər olar alt tərəf. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8 y də buradır. 6, 6, 12, o da 8, 20. Üstünə gəlməliydiniz. Bir də üst xətləri.
Yəni üst xəttləri nətər? Mən sağ, sol, aşağını tapmışam. Qalıb bir də bu pillələrin özü. 1y, 2y, 3y, 4y, 5y, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 də bura. Cəmi 38 y-ə bərabərdir bunun perimetri. 31-in özü də sağ tərəf 8, alt 6, 14 eləyir, üstə gəl 2, 16, burada 4x. 20, 24, 30, bu da 10, 40. İndi üstünə gəlməliydiniz. Nəyi? O sol tərəfdəki bu xətləri mən sağa köçürdüm, olsun belə bunun davamı da. Bunu da sağa köçürtdüm. Paralel olaraq buranı da sağa köçür, paralel olaraq bu hissəyə. Ümumi bu 5 dənə xəttin cəmi elə sağ tərəfə bərabərdir də 8 eləyir bunların cəmi. Tək-tək tapa bilməsən də bunların ümumi birləşməsindən yaranan xəttin uzunluğu elə sağ tərəfə bərabərdir. O da 8 deməkdir. 8x-dir. Nəticədə cavab olur 48. Otuz iki. Bu da elə. Yəni sadəcə sizə saymaq qalır da burada. Başqa nə etməlisiniz şu an? Hər bir tərəfi verib x, y falan. Şu da. Yəni məsələn sizə bu xətlərin birlikdə uzunluqları cəmini verib 10x. Sol tərəfdə 10x olacaq. Nəticədə burada 20x almış oldunuz. Üstünə gəl. Bu alt xətt 10'dur, üst xətt də 10'dur da. 20. Bir də nə qaldı? Üstə gəl 3x-lər. Axı biz alt tərəf 10x-dir, üstdəki ümumi xətt də 10x-dir dedik. Amma onların daxilində bu xəttlər yoxdur axı. Bu xəttlər yoxdur. Neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8 üçün 24. Toplam olaraq 64 edir cavab. Məsələn 33. Ancaq saymalısınız. Sadəcə fikir verin ki, baxın. Buradan bura y-dirsə, burada y-dir, burada y-dir. Bu aşağı sol sağ 2y-ə bərabərdir. Bütün tərəflərdəki y-ləri sayın, cavabınız çıxır. 36, 39. Hər damanın tərəfi x-ə bərabərdir. Sahədə x kvadratıdır. Neçə dənə tam rəngli dama əmələ gətirə bilərik burada? Biri var. Bu ikisi birləşəndə oldu ikinci. Məsələn, bu ikisi birləşdi 3, 4, bu 5, 6, 7, 8, 9, bu da 10. 10 dənə tam rəngli dama olacaq. Hər biri x kvadratıdır deyə ümumi sahə 10x kvadratına bərabər olar. Otuz doqquz. 37, 38 də elədi elə. 36 kimi. 39'da uşaqlar yenə də yarımçıqları sayın bölün 2'yə. Üstünə gəlin tamların sayını. Şəkili biraz yaxşı düşmür. Məsələn, buradakı yarımçıq damalara baxın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17. 17'ni 2'ye bölün. Üstüne də gəlin tam rəngli damaların sayı. Tam rəngli damalar da budur. 1, 2, 3, 4,
5, 6, 7, 8, 9 dənə də tam rəngli dama var. 8 onda 5, üstə gəl 9. Bu bizə 17 onda 5 verəcək. 41, 42 də elə. Bura baxaq. 41 də elə, 39 kimi. Yəni 40-ı, 39-u, 40-ı yazmısınızsa aşağılar. Yəni 41 də o şəkildə. Düzdür, istəyirsiniz 3 bucaqlara ayırıb baxın. Hündürlük vur çəkildiyi tərəfin yarısı. Nə bilim, bura düz bucaqlı 3 bucaq kimi baxın. Bu şəkildə baxa bilərsiniz. İstəyirsiniz belə baxın. Məsələn, bu 3 dənə ilə birləşəndə 3 tam rəngli dama əmələ gətirir. Belə baxın. Məsələn, bu 2 dənə yarımçıq baxın, bu ikisi birləşəndə 4 dənə tam rəngli dama əmələ gətirər. Sonra bu ikisi ilə bu ikisi birləşəndə 2 dənə tam rəngli əmələ gələr. Sonra bununla bu balaca yarımçıqla birləşəndə bir dənə tam rəngli əmələ gəlir. Bu ikisi də bir dənədir. Ya belə baxın, fiqur kimi baxın. Ya da ki, yarımçıq damaları sayıb 2-yə bölün, üstünə tamların sayını gəlin. Məsələn də bu 1 yarımçıq, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Üstünə gəl. 1, 2, 3, 4, 5, 6, 7, 8. 18 bölü 2, üstə gəl 8. Eləyir 17. Nazlı, nəyə 17 onda 5 alırsan? Ola bilər. 42. Sahə soruşmur 42-də uşaqlar. Bizdən perimetr soruşur. Rəngli hissənin perimetri. Yəni, tərəflərin uzunluqları cəmi. Bu rəngli hissənin tərəfi neçə dənədirsə, hər biri 1 y-ə bərabərdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28. Ümumi tərəf sayı 28-dir. Hər bir tərəfdə 1 y-dir deyə toplam 28 y-ə bərabərdir bunun perimetri. Lap yaxşı. Aydındır uşaqlar. Nəsə sualınız varmı başqa bu mövzudan? Yoxdursa yeni mövzumuz şifrələr mövzusudur. Səhifəmiz də 239-dur. Baxın, burada bizə deyir ki, A-nın şifrəsi nöqtədir, C-nin şifrəsi 2 xətdir, T-nin şifrəsi 2 xət 1 nöqtədir və s. Hər bir hərfin şifrəsini bu şəkildə veribdir. Deyir, aşağıda da belə bir uzun şəkildə şifrələrin birləşməsini veribdir. Deyir, bu aşağıda verilən və bu şəkildə verilən şifrə hansı hərf sırasının şifrəsi olacaq? İndi siz nəyə fikir verməlisiniz? Qısa yolu budur ki, biraz çıxdaş eləmək lazımdır da. Bir-bir variantları yoxlasanız vaxtınız gedəcək. Siz əsas ona fikir verin ki, A-nın şifrəsi bir nöqtədir uşaqlar. Amma mənə verilən şifrə nöqtə ilə bitmir. Deməli, sonu A olan sözün şifrəsi ola bilməz bu. Sonu A olanları silin. Niyə? Çünki bizə verilən bu şifrə nöqtə ilə bitmir. Amma A-nın şifrəsi nöqtədir. Nöqtə ilə bitmirsə, deməli, sonu A olan sözün şifrəsi ola bilməz. T də nöqtə ilə bitir. T-nin şifrəsi də nöqtə ilə bitir.
Deməli bu sonu nöqtə deyil deyə sonu T olanın da şifrəsi ola bilməz. C-nin şifrəsi 2 xəttdir. Amma bunun sonu 2 xətt ilə bitmir. Deməli sonu C ilə bitənin şifrəsi ola bilməz. Qaldı bir dənə A variantı. İndi bir də yoxlaya bilərsiniz. Məsələn də A variantına baxırsan, C-nin şifrəsi 2 xəttdir. 2 xətti ayırdım buradan. A-nın şifrəsi nöqtədir, onu da ayırdın. T-nin şifrəsi 2 xətt 1 nöqtə, onu da ayıraq. I-nin şifrəsi 2 nöqtə 1 xətt, bunu da ayırdıq. S-in şifrəsi isə xətt, nöqtə, xətt, o da son hissə, sonda qalandır. Yəni gördük ki, heç bir əskiklik və yaxud da artıq heç nə olmadı. Tamamilə də uyğun oldu. Məsələn, 7 nömrəli sual. İndi qəbullarda bu belə istifadə olunub uşaqlar. Elə bil ki, 3 bucaq verə bilər. Məsələn də bunu verir 3 bucaq kvadrat. Sonra bu bir 3 bucaq. Sonra verir sizə məsələn də kvadrat, 3 bucaq, kvadrat kimi bu şifrələr. Hərfləri belə şifrələyə bilir. Sonra da yəni kiçik fiqurlarla da verə bilir bu hərflərin şifrələrini. İndi 7-yə baxıram mən. Yenə də uşaqlar. Burada baxırıq ki, bizə verilən ümumi şifrənin deməli daxilində yanaşı gələn 2 nöqtə görmürəm. Yanaşı gələn 2 nöqtə görmürəmsə, deməli bu şifrə tərkibində C olan sözün şifrəsi ola bilməz. Niyə? Çünki C-nin şifrəsində 2 nöqtə yanaşı gəlir. Həmçinin də B-nin şifrəsində yanaşı gələn 2 nöqtə var. Amma mənə veriləndə yanaşı gələn 2 nöqtə yoxdursa, deməli B, C olan sözlərin şifrəsi ola bilməz bu. Qaldıq 2 variant arasında. Məsələn, B-ni yoxlamaq istəyirəm. J-nin şifrəsi xətt nöqtədir. Bunu ayırsam. I-nin şifrəsi isə nöqtə xətt nöqtədir. Amma mən bundan ardınca dərhal yenə də xəttin gəldiyini görürəm deyə bu artıq B-nin də şifrəsi olmadı. Amma A-nı yoxlasaq, J-nin şifrəsi xətt nöqtə, L-in şifrəsi xətt nöqtə xətt, I-nin şifrəsi nöqtə xətt nöqtə, yenə də sonda J-nin şifrəsi xətt nöqtə. Yəni bu A-ya uyğun gəldi, amma digərləri ola bilməz. Daha sonra uşaqlar var, bu hərflərin kodlaşdırılması idi, var hecaların kodlaşdırılması. Məsələn, 11-dən sonraki suallara baxın. %30-a qədər də bu hecaların kodlaşdırılması verilibdir. İmtahana da, qəbula da deməli çox vaxt bir hecaların kodlaşdırılmasından düşür, bir dənə də 76-dan sonraki tiplər var, sözlərin kodlaşdırılması. Bunlardan düşür daha çox. İndi məsələn 11 nömrəli sualda baxın uşaqlar, bu bizə verilən böyük hərflər hecaların şifrələridir. Məsələn, lalələr sözünü hecalara ayırsaq, lalələr, hər hecaya bir sayt düşür. İndi bu qarşı tərəfdə verilən böyük hərflər isə bu hecaların şifrələridir. Məsələn də N hansı hərf, hansı hecanın şifrəsidir? Baxırsan ki, N-in qarşısında nə verilir? 2. Deməli, bu o deməkdir ki, N bu sözdəki ikinci hecanın şifrəsidir, yəni lə hecasının. Bəs K-nın qarşısında 3 verilibdir, bu da o deməkdir ki, lalələr sözünün 3-cü hecasının şifrəsi K-dır. M-in qarşısında da 1 verilibdir, bu o deməkdir ki, lalələr sözünün 1-ci hecasının şifrəsi M-dir. Məsələn, həmçinin qarışqa sözündə də qarışqa, birinci hecanın şifrəsi X, ikincinin şifrəsi H, üçüncünün yenə də Q hecasının şifrəsi yenə də X. Və s. İndi nəticə olaraq sizdən soruşur ki, burada verilən şifrələr
hansı sözün şifrəsi ola bilər? Siz yenə də baxırsınız ki, sizə verilən sözün birinci hecasının şifrəsi F-dir. Niyə? Çünki F-in qarşısında 1 veribdir. Deməli, bu sağ tərəfdəki sözün birinci hecasının şifrəsi F olmalıdır. Siz yuxarıda verilən sözlərdən axtarın, görün F hansı hecanın şifrəsidir? Naşərab sözünün birinci hecasının şifrəsidir F. Yəni, na hecasının. İndi na hecası burada birinci gəlməli idi. İkinci hecanın şifrəsi P verilibdir. Çünki P-nin qarşısına 2 yazılır. İndi siz P-nin tarın sözündəki ikinci hecanın şifrəsi olduğunu görürsünüz. Onda həmən o R-ın hecası burada ikinci yerdə gəlməlidir. Üçüncü hecanın şifrəsi X olmalıydı. Qarışqa sözündəki qa hecasının şifrəsi X idi. İndi həmən o qa hecası burada üçüncü yerdə gəlməlidir. Dördüncü hecanın şifrəsi M olmalıdır. M də lalələr sözündəki birinci hecanın şifrəsi idi. La hecasının. İndi dördüncü yerdə la hecası gəlməli idi və nəticədə narınqala olur bizim cavabımız. Eləcə elə birinci hecanı tapmışdıq na şəklində. O na ilə başlayan bir dənə variant vardı. Cavabı götürə bilərdik elə. İndi uşaqlar 20 nömrəli sualı bir dənə də izah edeyim sizə. Tam aydın olsun. Məsələn, baxırıq ki, Yevlax sözünün 2 hecası var. Birinci hecanın şifrəsi H-dır. İkinci hecanın şifrəsi X. Lenin sözünün 2 hecası var. Lenin. Birinci hecanın şifrəsi K-dır. Çünki K-nın qarşısında 1 yazılır. İkinci hecanın şifrəsi N-dir. Məsələn, Carmen'də də elə birinci hecanın şifrəsi A-dır. Carmen. İkinci hecanın şifrəsi F-dir. Deputat. Birinci hecanın şifrəsi M. İkinci hecanın şifrəsi P. Üçüncü hecanın şifrəsi nə olacaq? T. İndi məndən soruşulan sözün birinci hecasının şifrəsi F olmalıdır. F, Carmen sözündəki ikinci hecanın şifrəsi idi. Men. İndi həmən o men hecası burada birinci gəlməli idi. Sonra ikinci hecanın şifrəsi M-dir. M-dir. M də deputat sözünün birinci hecasının şifrəsidir. Yəni D hecasının. Həmən D burada ikinci yerdə gəlməli idi. Üçüncü hecanın şifrəsi K olmalıdır. K da L'nin sözünün birinci hecasının şifrəsidir. Yəni L hecasının. Dördüncü hecanın şifrəsi H olmalıdır. H da Yev hecasının şifrəsidir. Nəticədə burada Mendeleyev sözünü almış oluruq. Bu da hecaların kodlaşdırılmasına aid ikinci nümunə. Daha sonra uşaqlar, burada bu 30'dan sonra hər bir sözün saitlərinin sayı, samitlərinin sayı, hərflərinin sayından sağdakı ədədlər alınır. Qeyri-aşkar operatorda olduğu kimi. Məsələn, baxırsınız ki, azadlıq sözünün 3 dənə saiti, 4 dənə samiti var. 3 vur 4 eləyir 32.
Sonra teatr sözün 32 nömrəli suala baxın. Teatr sözündə 2 sait var. 2 üstə gəl 5, 7. Radioda 3 sait var. 3 üstə gəl 5. Akademiyada 5 sait var. 5 üstə gəl 5. Eləcə saitlərin üstünə 5 gəlirəm. Cavab indi 9 olar burada. Məsələn, 33 nömrəli suala baxırsınız. Yataqxana sözünün 9 hərfi var. Neçə dənə saiti var? 1, 2, 3, 4. 9 vur 4, 36. Stəkanın 6 hərfi var. 2 dənə saiti var. 6 vur 2, 12. Kompüter sözündə 3 dənə sait, 8 hərf var. 8 vurulsun 3, 24. Hərflərin sayını saitlərin sayına vurmuşsunuz. Yəni siz özünüz üçün parametr olaraq saitlərin davam edirik uşaqlar. Hə. Məsələn, kamança sözündə saitlərin sayı 3-dür, samitlərin sayı 4-dür. 3 üstü 4, 81. Dəftər sözünün 2 saiti 4 samiti var. 2 üstü 4, 16. 2 üstü 2, 4. Saitlərin sayının qüvvətinə samitlərin sayını yazırsınız. Eləcə bu şəkildə davam edir. Daha sonra məsələn, bu 50 nömrəli sualda hər bir hərf sırayla, rəqəmlərlə şifrələnir. Məsələn, D-nin şifrəsi 4-dür, Ə-nin şifrəsi 2-dir, B-nin şifrəsi 1-dir, İ-nin şifrəsi 3-dür, L-nin şifrəsi 6-dır və s. Ardıcıl olaraq hər bir hərf bir rəqəmlə şifrələnibdir. Məsələn, indi siz bilirsiniz ki, qələm sözünün şifrəsi 5-dir. Qəbilələr sözünün şifrəsini soruşur. Q-nın şifrəsi 5-dirsə, 5 ilə başlayan da bir variant var. Məsələn, 51 nömrəli sualda nə edir? Stəkan sözünü çatsən şəklində veribdirsə, nə dəyişiklik olubdur? Buna necə baxa bilərsiniz uşaqlar? Stəkanı çatsən şəklində veribdir. Siz soldakı sözün hərflərini nömrələyin. 1, 2, 3, 4, 5, 6. Baxırsınız ki, 4-cü hərfi 1-ci yazıb. 5-ci hərfi 2-ci yazıb. 2-ci hərfi 3-cü yerə yazıb. 1-ci hərfi 4-cü yerə yazıb. 3-cü hərfi 5-ci yerə yazıb. 6-cı hərf olduğu yerdə qalıb. Yəni, o hərfləri nömrəliyin, soldakı sözdəki hərfləri nömrəliyin, sonra həmən o sağdakı sözdə hərflərin hansı nömrələr olduğunu yazın. İndi mən burada da mənafə sözünü də 1, 2, 3, 4, 5, 6 şəklində nömrələdim. İndi mən baxıram ki, solda nə baş verdi? 4-cü hərfi 1-ci yerə yazdı. 4-cü hərfimiz A-dır. Bu 1-ci yerə yazılsın. 5-ci hərfimiz 2-ci yerə yazılmalıydı. F. 2-ci hərfimiz 3-cü yerdə gəlməli idi. Ə. Sonra 1-ci hərfimiz 4-cü yerdə gəlməli idi. M. 3-cü hərfimiz 5-ci yerdə gəlməli idi. N.
6-cı olduğu kimi qalmalı idi. E. Afəmni. A variantı. Məsələn, 53-də eləcə hərfi simvollarla şifrələyib ardıcıl olaraq. Nə bilim, 55-də baxırsınız ki, radionu Taroi yazıb. Niyə? R ilə D-nin yerini dəyişib, I ilə də onun yerini. R ilə D-ni, I ilə də onu dəyişib. Yəni 1 ilə 3-ün yerini dəyişib, 4 ilə də 5-in. 2 olduğu kimi qalır. İndi Ə-ni olduğu kimi saxlayıram. 1 ilə 3-ün yerini dəyişib, M ilə X-nin yerini dəyişdim. R ilə də I-nin yerini məxri oldu cavabım. D variantı. Sona qədər. Nə bilim, 56-da rəqəmi rəqəmlə şifrələyib, ya da yerin dəyişib. Yerin dəyişib. Yenə də yer dəyişmə eləyibdir burada. Və bu rəqəmlərdə necə yer dəyişmə eləyibsə, nargilə sözünün hərflərini də eləcə yer dəyişmə eləyib. Məsələn, 57-də rəqəmləri bu dəfə hərflərlə şifrələyibdir. 58-də hərfi ilə şifrələyib. Məsələn, S-nın şifrəsi R-dır, Ə-nin şifrəsi A-dır, A-nın şifrəsi F-dır, D-nin şifrəsi I-dir. D-nin şifrəsi I-dirsə, I ilə başlayan bir cavabımız var. Sonra, məsələn, 67, 68, 9, 70 bu kimi suallar da var. Məsələn, 69-a baxsanız uşaqlar deyir, mən səni qarşılayacağım sözünü miyuduci kimi hissələrlə şifrələyibdir. Nətər? Baxın, veribdir bizə. Mən səni qarşılayacağım cümləsinin sonu da qarşılamaq sözüdür. O səni qarşılayacağında sonu qarşılamaqdır. Onlar onu qarşılayacaqlar sözünün sonu da qarşılamaqdır. 3 cümlənin üçünün də sonu eyni sözdürsə, eyni sözlərin şifrəsi eyni hissəciklər olacaq. Duci. İndi 60 deməli birinci cümlədə ortadakı söz də eynidir. Hər ikisində səni sözü var, sən sözü var. Hər ikisinin şifrəsinə baxın, U verilibdir. Mən sözünün şifrəsi mi-dir, o sözünün şifrəsi p-dir. İndi onlar onu qarşılayacaqlar cümləsinin şifrəsini hal, nu, duci kimi verir. İndi mən mi-dir, onlar haldır, qarşılamaqda duci. Olacaq mihal duci. Məsələn, 71. Dostum sizə gələcək, mən sizə gələcəm. Ortadakı sizə sözü hər iki cümlədə var. O şifrə nə olmalıdır? Ya B-dir, ya da BX. Belə ola bilər. Əsas odur ki, B-dən əvvəl nə var? Dostum sözünün şifrəsi suli, mən sözünün şifrəsi me. İndi gələcək söz, birinci, ikinci cümlənin sonu gəlməkdir, üçüncü cümlənin sonu gedəcəkdir. Sizə sözü burada da var. Sizə sözünün şifrəsini dəqiq bildik ki, B-dir. Niyə? Çünki BX falan yoxdur ki, burada üçüncünün şifrəsində. Getmək undodur. Deməli, onlar Perudur. B. Sizə sözünün şifrəsidirsə, gəlmək də xatidir. Dostum onlara gedəcək. Dostum sözünün şifrəsi sulidir. Suli ilə başlayan ikisi var. Onlar Perudur. Gedəcək sözünün şifrəsi də undodur deyə D variantı. Daha sonra 73 nömrəli sual var burada uşaqlar. Baxın. 73 nömrəli sualda
Artıq burada sətirdəki 3 dənə sözün hər biri burada 3 dənə hərflə şifrələnibdir, amma yerləri qarışıqdır. Nətər qarışıqdır yerləri? Məsələn, kitab, dəftər, qələm sözlərinin şifrələri A, B, L-dir, amma hansı A, hansı B, hansı L-dir bilmirəm. Bunun üçün də ortaq sözlərə fikir verin, cümlələr, sətirlərdəki ortaq sözlərə. Məsələn, birinci sətirdə də qələm sözü var, ikinci sətirdə də. Yaxşı, bəs bu şifrələrdən birinci və ikincinin ortaq hərfi hansıdır? L. Deməli, L qələm sözünün şifrəsidir. İndi ikinci ilə üçüncünün ortaq sözü fırçadır. Şifrələr arasında 2 ilə 3-ün ortağı 2 ilə 3-ün ortağı idi. 2 ilə 3-ün ortağı idi. Deməli, fırça sözünün şifrəsi də idi uşaqlar. İndi 1 ilə 3-ün ortağı dəftərdir. 1 ilə 3-ün ortağı dəftər sözüdür. 1 ilə 3-ün ortaq hərfi də A-dır. Deməli, dəftər sözü də A-dır. İndi artıq qaldı ki, kitaba B hərfi qalır, pozana M hərfi qalır, stikerə K hərfi qalır, qələm L-dir, kitab B-dir, karandaşa S hərfi qalır. İndi artıq bu bizdən 4 dənə sözün şifrəsini sırayla soruşur. Karandaş, dəftər, fırça, pozanın şifrəsi nə olacaq? Karandaş biz dedik ki S-dir, dəftər A-dır, fırça İ'dir, pozan da M'dir. A variantı. Bir də uşaqlar, əsas sual tipləri dedik ki, 76-dan sonrakılardır ki, bunlar demək olar ki, hər dəfə qəbula mütləq biri düşür. Burada nəyə fikir verməlisiniz? Baxın, burada da yenə də sözləri deməli ardıcıl verməyibdir. Yəni, ardıcıl deyəndə ki, qarşısında, hər bir sözün qarşısındakı ədəd onun şifrəsidir deyə bir şey yoxdur. Ola da bilər, olmaya da bilər. Ortaq hərflərə baxırsınız. Məsələn, nara sözünün sonu da A ilə bitir, rakanın da sonu A ilə bitir. Son hərfi A olan 2 dənə söz var. A-ların şifrəsi eyni rəqəmlərdir. Son rəqəmi eyni olan 2 ədədi tapın. Baxın, birlərlə bitən. 5-dən də bir dənədir, 8-dən də bir dənədir, 2-dən də bir dənədir sonda. Amma 1-dən 2 dənədir, sonu 1 ilə bitən 2 ədəd var. Deməli, bu birlər A-nın şifrəsidir. Onda anak sözü 1 ilə başlayan ədədlə şifrələnibdir. Anak sözünün şifrəsi 1 ilə başlamalıdır. O da bu ikinci ədəddir, 13-15. Deməli, E-nin şifrəsi 3-dür. E-nin şifrəsi 3-dürsə, naranın şifrəsi 3 ilə başlayacaq. 3 ilə başlayanda bu aşağıda 4-cüdür, 31-21. R-in şifrəsi 2-dir. R-in şifrəsi 2-dirsə, rakanın şifrəsi 2 ilə başlayan ədəd olacaq, 21-51. R-in şifrəsi 2-dirsə, vunur sözünün şifrəsi 2 ilə bitməlidir. 67-32. Artıq zubo sözü üçün bir dənə 97-08 qalıbdır. İndi mən raka ilə zubonun şifrələrini toplamalıyam. Raka 21-51, zubo 97-08. Bunları toplayanda deməli 11.859 eləyir. Bunu indi mən hərfə çevirəndə birlər A-nın şifrələridir. 8 O-nun şifrəsidir, 5 K-nın, 9 da Z-in olur A variantı. Və yaxud 80 nömrəli sual. Yenə də baxıram ki, uşaqlar, eləcə loqo sözünün ortasında 2 dənə təkrarlanan hərf var. Başqa sözdə elə bir hərflər yoxdur ki, ortada təkrarlanan.
Bir dənə bu loqo sözüdür. Deməli, bu C-lərin şifrələri eyni rəqəmdirsə, bunlar 8-lərdir. 7, 0, 8, 8, 0. Birinci hərfi və yaxud da ortada gələn hərflər, təkrarlanan, yəni eyni hərflərə baxırıq əsasən. Və indi biz deyirik ki, burada yaxşı bu G-nin şifrəsi 8-dirsə, Cureb sözünün şifrəsi 8 ilə başlayan ədəd olacaq. 8 ilə başlayan ədəddə bu 82, 963-dür. Və yaxud Vegu sözü var ki, V ilə başlayıb, V ilə bitir. Deməli, bunun şifrəsi eyni rəqəmlə başlayıb, həmən rəqəmlə də bitməlidir. 5 ilə başlayıb, 5 ilə bitən var. Deməli, 5, 6, 8, 2, 5. Daha sonra onun şifrəsi 0-dırsa, Nurlo sözü 0 ilə bitməli idi. 42, 970. Sonra Peugeot sözünün şifrəsi qaldı 36, 807. Məsələn, indi burada biz elə bir ki, biz bir dənə bu x-i tapmalıyıq. Nətər tapacağıq? Deməli, mən burada bu sağdakı sözün şifrələrini yazım. 7, 4, 7, 7, 7. Peugeot'un şifrəsi də 36, 807'dir. Mən indi buradan x-i tapmaq üçün 74.777'dən çıxmalıyam uşaqlar. 36.807'ni. 0, 7, 1, 14'dən 6 çıxanda 8, 3. 3 nəyin şifrəsidir? P-nin. 3 P-nin şifrəsidir. 8 G-nin. Nəysə düz tapmadıq. Düz tapmadıq. Çünki 7-dən 8 çıxa bilmirdik deyə biz 4-dən 1-ni götürmüşdük. 17-dən 8 çıxıb 9 almalıydıq. 39, 170 alınmalıydı. 9 da R-in şifrəsi idi. 9 R-in şifrəsi idi. Deməli, aha. Bir dəqiqə. Çıxmanı düzgün yerinə yetirmədik. Biz dedik ki, 7-dən 7 çıxdıq 0, 7-dən 0 çıxdıq 7. 7-dən 8 çıxa bilmirik, 17-dən 8 çıxdıq 9. 4-dən 1-in götürmüşü 3 qalıb, 13-dən 6 çıxanda 7, 6-dan 3 çıxanda 3. Deməli, burada 3 P-nin şifrəsidir, 7 L-in şifrəsidir. 9 R-in şifrəsidir, 7 L-in şifrəsidir. Deməli, 0 da onun şifrəsidir. Eləcə C variantı alınır. Sona qədər də bu tipdən uşaqlar. Məsələn, 81 nömrəli suala baxıram. B ilə bitən 2 söz var, A ilə bitən 2 söz var. İ ilə bitən bir dənə söz var. Deməli, İ-nin şifrəsi sonda tək qalmalıdır. Məsələn, 1-dən 2 dənədir, 4-dən 2 dənədir, 5-dən 1 dənədirsə, bu derbi sözünün şifrəsidir. 6, 7, 3, 4, 5. İndi siz A-ların şifrəsinin N-in və yaxud da N-in 7 olduğunu bilirsinizsə, gedib sözünün şifrəsinin ikinci rəqəmi 7 olmalıdır. İkinci rəqəmi 7 olan 97, 654'dür. Sonuncu ədəd. B4'dür. Sirab sözünün şifrəsi
Növbəti 4-dən bitən ədəd olmalıdır. 85, 314. Sonra A-nın şifrəsi 1-dir. Ə-nin şifrəsi də onda 0-dır. D-nin şifrəsi 6-dırsa, dəstal sözünün şifrəsi 6 ilə başlamalıydı. 60, 821. Tərba sözünə də qalır 20, 341. Sonra Sirabın şifrəsindən D1-in şifrəsini çıxıb hərfə çevirməlisiniz. Bu şəkildə. Başqa nəsə sualınız var uşaqlar? Başa düşmədiyiniz, qaranlıq qalan nəsə varsa soruşa bilərsiniz. Yoxdursa, o zaman bu günlük bu qədər. Bunun mövzunu elə sona qədər yazırsınız, çətin deyil. İmtahanda da mütləq 2 sual olur buradan. Növbəti dərsdə sizə uyğunluq mövzusunu keçəcəm. Sağ olun, gecəniz xeyrə qalsın.